İzləyicilərimiz, bugün biz 44 günlük Vətən müharibəsinin şəhidi Elvin Abbasovun valideynlərinin yaşadığı evdəyik. İstəyirəm ki, şəhidimizin anası bizə şəhidimizlə bağlı öz xatirələrini bölüşsün. Xoş gəlmişsiniz. Allah sizi var eləsin. Mən Abbasov Elvinin anası Yəqin Kitanluz Bahar Anıyam. 44 günlük şəhidin könüllü məktəbin arzuların ürəyində qoydu. Şəhid müharibəyə qatılıb, şəhid olub. Allah bütün şəhidlərimizin yeri cənnət eləsin. Sizə xoş gəlmişsiniz. Elvin xatirəsi çoxdur, tükənməzdir. Elvin 30 yaşı var idi, 27 yaşı vardı şəhid olanda. Torpaqlarımız 30 il idi, işğal altındaydı. Elvin heç ondan adam olmamışdı. Elvin kimi oğlanlarımız 30 illik torpaqları 44 gün aldı. Allah şəhidlərimizin yerini cənnət eləsin. Amin. Dəyərli bir xatirədir. Şəhidimizin əşyaları hamısı xatirədir. Şəhidimizin ən dəyərli xatirəsi körpəlik maşınıdır. Ən sevimli hədiyyəsi odur. Həmin vaxt deyirdi ki, körpə olanla mən polis olacam, nə bilim, neynəyəcəm, uşaqda xəyallarla. Allah yerini cənnət eləsin. Xatirəsi çox deyil. Bir də ki, bax, mən şəhid olandan sonra Şuşaya aparıblar bizi. 4 ildir bu peçenlik mənim evimdədir, Şuşadan gətirmişəm. Bu peçenlik, bax, nə göyərir, nə xarab olur. Bax, bunu oradan gətirmişəm. Nə qədər də mən varam, belə xatirə kimi saxlayacam. Həqiqətən də möcüzədir. Gör, bax, peçenlik xarab olur cığaranın içində. Mən hamıya da göstərirəm bunu. Şəhidimizin medalları haqqında danışardınız. Hansı medalları dövlətimiz tərəfindən, hansı medallar verilib? Şəhidimizin şəhid olandan sonra Vətən uğrunda, Füzuli, Xocavənd uğrunda medalları verilib. İnşallah, inşallah Allahın köməyi ilə ordenində gələcək. Anacan, anacan gəlmişəm səni görməyə. Mən sənin qəhrəman igid balanam. Bu qədər ağlama yetər. Cənnətdə yaşayan şəhid balanam. Necə ağlamayım oğul, ay oğul. Sənin yoxluğuna dözə bilmirəm. Bu ağır dərdimi kiçik ürəkdə istəsəm də belə çözə bilmirəm. Atama da söylə oğlun gəlmişdi. Sizlərə cənnətdən salam söyləyir. Bacım, qardaşım da çox üzülməsin. Bilirəm, bilirəm mənim üçün yanıb göynəyir. Zalım fələ yansın mən yanan kimi. Zalım fələ yansın mən yanan kimi. Axı necə qıydı cavan yaşına. Adına qurbanam sənin ay oğul, adını yazdılar məzardaşına. Gəlib məzarımda belə deyirsən. Gəlib məzarımda belə deyirsən. Balamın nə yaman yuxusu gəlir. Mən cənnətdən gəldim səni görməyə, anacan. Səndən cənnətin qoxusu gəlir. Nə olar qurbanın olum, nə olar qurbanın olum ay oğul. Gəl məni qoyma sən həsrət içində. Sən mənim evimin çırağı idin. Anacan, anacan gəlmişəm səni görməyə. Mən sənin qəhrəman igid